Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç etmiş vətəndaşlarla görüşüblər. Görüşdə vətəndaşların məşğulluq imkanları qiymətləndirilib və agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Kənd Təsərrüfatı Nazirliyinin Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. Zəngilanda baş tutan görüşdə əhalinin məşğulluğunun təmin edilməsi, o cümlədən mövcud vakansiyalar barədə müzakirələr aparılıb. Qarabağ Peşə Hazırlığı Mərkəzi, Qarabağ Regional Məşğulluq Filialı və Milli Kulinariya Assosiasiyası tərəfindən təşkil edilmiş aşpaz peşəsi üzrə hazırlıq kursu başa çatıb. Kursu uğurla bitirmiş müdavimlərə sertifikatlar təqdim olunub. Qarabağ Regional Məşğulluq Filialının nümayəndələri Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köç etmiş sakinlərlə görüşüblər. Görüşdə vətəndaşlara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və sakinlərin məşğulluqlarının təmin olunması məqsədi ilə aparılan işlər barədə məlumat verilib. Bu qəbildən olan daha bir görüş Zəngilan rayonunun Məmmədbəyli kəndində keçirilib. Şərqi Zəngəzur Regional Məşğulluq Filialının nümayəndələri adı çəkilən kəndə köç etmiş 29 ailənin 147 üzvü ilə görüşüblər. Görüşdə sualları yaranmış vətəndaşlarla fərdi şəkildə söhbət aparılıb, onların məşğulluqlarının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.